Deməli, həndəsən əsas anlayışları testinin davamına baxaq 66-cı sualdan etibarən. Deməli, 66-cı sualda bizə təqdim olunan 3 paralel düzxət B1, B2, B3. Biz burada artırmalar, uzatmalar aparırdıq. Yəni burada B2-miz qısa şəkildə verilib. Biz bunu nə edə bilərik? Artıra bilərik. Eləcə də digərlərini də bu şəkildə artıra bilərik. İndi burada nə edəcəyik? Burada baxırıq ki, 115 ilə 115-in qonşusu bura edir 65 dərəcə. 115-in qonşusu bura 65 dərəcə edir. 65 ilə bu bucaq bir tərəfli bucaqdır. Və yaxud heç bunu tapın. 65 ilə də x çarpaz bucağı. Onda x nə qədər olur? 65. Çünki çarpaz bucaqlar bir-birinə bərabərdir. Gələk y-ə. İndi buradan bura baxıb görmək olur ki, buradan bura açıq bucaqdır. Qara hissə, mavi hissəyə baxaq. Bura 180 dərəcədir. Amma y bununla kifayətlənmir axı. Y yuxarı da davam edir. Yuxarı çıxan hissəsi də var y-in. Bu qara hissəsi. Y-in buradakı hissəsi də var. Buradakı hissəsi. Deməli, bura bildi 180-dir. Mavi hissəsi 180-dir. Digər hissəsi necə tapacaq? 30-un qarşı nə qədərdir? 30 dərəcə. 30-un da çarpazı bura oldu. Burada oldu 30. Deməli, aşağı hissə 180 oldu. Yuxarı hissə 30. Cəmi bir də nə qədər olacaq? 210 dərəcə. Y-də oldu nə qədər? 210 dərəcə. X-dən y-in cəmi istəyir. 210-un 65-in cəmi edir. 275 A variantı. 67-ci sual. Burada bizə bu cür sxem təqdim olunur. Deməli, burada ən rahatı biz nə edək? Buna x yazaq, buna y yazaq, buna da z yazaq. Gələk yerinə də yazsaq x. KOS-yə nə demişik? Z demişik. Bu da y demişik. İlk öncə baxan kimi tam bucaqdır. Tam bucağın 360 dərəcədir. Yəni x topla y topla z bərabərdir 360 dərəcə. Və bunları da bu formada yazsaq x çıx y bərabərdir 61 dərəcə və x çıx z bərabərdir 53 dərəcə. Biz təbii ki, bunlardan istifadə edib bir-birinə nəsə əvəz etməyini tapmalıyıq. Bax, bunları toplasaq, gəlin toplayaq alt-alta. X topla x edir 2x, mənfi y, mənfi z bərabərdir 114 toplayanda. İndi görürük ki, burada çıxma yoxdur, hamısı toplamadır. Bura fikir versək, ikisində qalan mənfi var, mənfini qabağa ata bilərik. 2x durur yerində, bu ikisində mənfini qabağa atan nə olacaq? Y topla z bərabərdir 114. İndi y topla z-i tapıb gətirib burada y topla z-i əvəzinə yazacaq. Bu mənfi olduğu üçün sağ atanda müsbət olacaq, y topla z. 2x da durub yerində, müsbət 114 bura gəlir, mənfi 114. Yəni, aparıb biz y topla z-in yerinə nə yazacaq? 2x çıx 14. Bax, bura 2x çıx 114 yazılır, bərabərdir 360-a. Təbii ki, qabaqda bir dənə var, x topla var. X 2x edir 3x. Mənfi 114 sağdan toplama olacaq, eləcək 474. X-də tapmaq üçün 474-ü nəyə bölürük? 3-ə bölürük. 474-ü bölürük 3-ə. 3-ə böləndə 4-ün içində 3 bir dəfə. 1-i 3-ə 3 qalır, 1 qalır. 7-də düşəndə 17-də 3 5 dəfə. 5-i də 3-ə 15 qalır, 2 qalır. 4-də düşəndə 24-də 3 8 dəfə. Yəni 158. X-imiz nə qədər oldu? 158. Elə bizdən də x istəyir. COD x demişdik. Gəldik 68-ci suala. 68-ci sualda yenə burada nə edirdik? Uzatma iş yapardı. Amma burada dəyişənli ifadə olduğu üçün biraz yer lazım olacaq. Gəlin biz bunu ayrıca çəkək özümüz. Burada çəkək ayrıca. Deməli, bu formada çəkək də. Belə gəlib, belə, sonra belə gedib, sonra sağ. Buranı alfa verir, buranı alfa. Buranı alfa verir. İndi buranı nə edə bilərik? Artıra bilərik. Artırdıq, bunu da sola artırdıq formada. İndi buranı 2x topla 100 verib. 2x topla 100 verib. Burada onun qonşusudur. İndi qonşu bucağı tapmaq üçün 180-dən verilən bucağı çıxmaq lazımdır. Yəni 180-dən biz çıxmalıyıq, 2x topla 100-ü belə bu şəkildə. 180 çıxılsın, mənfi olduğu üçün mötərizənin qabağında işarələşdirəcək, 2x çıx 100 olacaq. 180-dən 100 çıxanda 80 çıx 2x qalır. 80 çıx 2x qalan qiyməti olacaq. Bax, bunun qonşusunun 80 çıx 2x. Bunun qonşusu olur. İndi buranı da nə qədər verib bizə? 100 çıx 2x verib. 100 çıx 2x. Yenə də bunun qonşusunu tapmaq üçün qonşusunu tapaq. Yox, qonşusunu tapmayaraq. Buranı tapaq ki, bura ötürmək üçün. Bu bucaqla,
bu 100 çıxır 2x bir tərəfli bucaqlarda daxildir. Cəmi 180 olmalı. Yenə də 180-dən bunu çıxsa buranı tapmış olacaq. Yenə də 180-dən çıxdığı nəyi? 100 çıx 2x. 100 çıx 2x. İşarəni mötərizəni açsaq 180 çıx 100 topla 2x. Burada da 180 100 çıxanda 80 topla 2x olur. Yəni bura nə qədər oldu? 80 topla 2x. Bununla bu qarşı bucaqlar. Bax buradakı bucaq. Burada nə qədər olur? 80 topla 2x. Artıq baxırıq ki, burada 80 çıx 2x, bura 80 topla 2x. 80 topla 2x. Fərqli bir şeylər alındı. 80 çıx 2x, 80 topla 2x. Eyni şey olmalıdır, elə mi? 80 topla 2x alındı. Bayaqçı nə almışdı? 80 çıx 2x. Gəlin bunu belə eləyək. Uzatma ilə burada dəyişənlik ifadədir. Burada qiymət uzatma ilə burada əslində bunlar işarə fərqi oldu. 80 topla 2x, 80 çıx 2x. Deməli, bəlkə belə eləyək. Sonra alınıb. Burada olur 80 topla 2x, burada 80 çıx 2x. Buradakı 3 bucağa fikir verirsək, 3 bucaqda bir bucaq alfadır, bir bucağa 80 topla 2x-dir, bir bucağa 80 çıx 2x-dir. Alfanı soruşur da bizdən. Elə alfanı tapmaq üçün 180-dən bu ikisinin cəmi çıxmalı yox da. Yəni alınmalıdır. 180-dən çıxmalı yox, alfanı tapmaq üçün bu ikisinin cəmini. Hansı ikisinin cəmini? 80 çıx 2x ilə cəmi nəyin? 80 topla 2x-in cəmi. Burada 2x-lar gedir, ixtisar. 80, 80, 160, 180, 160 çıxanda olur 20 alfanız. Belə. 69-cu sual. 69-da bizə yenə paralel düz xətlər göstərilir. Burada paralel düz xətlər görürük. D1 ilə D2 paralel x-i tapın. D1 ilə D2 paralel. Onları artıraq belə. Belə artırın. Artırın ki, rahat işləyəsiniz. Hər zaman qayda yaramayacaq. Ona görə də artırmaq lazımdır. Deməli, bizdən nələr verilib, nələr soruşulur. Deməli, 30, bura 80-dir, yox bura. Burada onun bir tərəflidir. Burada keç bir tərəfini qoy kənara. 80 çarpazı burada 80. Çünki bunlar paraleldə çarpazı 80 alır çarpazı. Burada olur 80. 80-in qonşusu nə qədər olur bura? 100. 3 bucağa görə bura 30-dur, bura 100-dür, bura x-dir. 100 ilə 30-ca 130, 180, 130 çıxanda x-nə görə olur 50 dərəcə. Devayat. Gəldi. Yəni, saxlayıb 2 dəfə baxa bilərsiniz. Sizə çətin anlaşılan suallar olsa əgər bir dəfə qoyarsanız da başa düşməsəz. 70-ci sual. Deməli, burada bizə nə verilir? 70-ci sualda D1 paralel D2 alfanı istəyir. D1 D2 bunlarda. Artırmağa ehtiyac yoxdur burada. Burada sadəcə şəklə diqqətlə baxmaq lazımdır ki, burada 2 alfa bucağı var. 2 alfanın qarşısı buradır. Diqqətlə baxsaz görə bilərsiniz. 2 alfanın qarşısı bura 2 alfadır. 105'in də qarşısı burada 105'dir. İndi bax bu bucaqla bütöv, burayla. Bu 105 bir tərəfli bucaqlardır. Yəni bura 3 alfada görünür yəqin. 3 alfanın 2 alfanın cəmi 5 alfa. Bu da 105 cəmi nə qədər olmalıdır? 180. Çünki bir tərəfli bucaqların cəmi 180 olmalıdır. 5 alfada bərabərdir. 180-dən 105'e çıxanı 75. Alfanın tapması 75'i 5'e bölmək lazımdır. Alfa olur 15 dərəcə. Alfamız oldu 15 dərəcə. Davam edəyək. Deməli, 71-ci sualdan davam edirik. 71-ci sual. D1 yeni paraleldir D2-yə. Alfanı tapın. D1 paralel D2, alfanı tapın. Baxaq. Deməli, D1 ilə D2 paralel. Heç bir şey uzatmaya ehtiyac yoxdur məsələn burada. Bura baxırıq ki, 135'in qonşusu buradır. 45 olur. 45 olur bura. 5 dərəcə olur. 45'in də çarpazı bura. 45 olur. 45, 45. Buradakı 3 bucağa baxsınız. Buradakı 3 bucağa baxsınız, 3 bucağa baxsınız. 45, 45, 90. Onda burada 90 olur da. Alfa da bu 90'ın qonşusudur. Onda alfa nə qədər olacaq? O da 90. Çünki cəm 180 olmalıdır qonşu bucaqlardan. Keçirik 72-ci suala. Deməli, burada bizə nə verilir, nə istənilir?
72-də deyir ki, yenə D1, D2 paralel x-i tapın. D1, D2 paralel. Hə, burada artıq uzatmaya ehtiyacı var da. İstərseniz şəklə baxanda şəkil deyir ki, mənə artır, mənə uzat. Yəni, burada deməli, D1 bu tərəfə aparıram, D2-ni də bu tərəfə gətirirəm. Hə, əlavə burada 4x-in ucundakı ya bunu belə apar, ya da ki, yuxarıda gələni düşür. Mən məsələn bunu bunu yaxşı düşürdüm aşağı. Belə uzatdım. İndi burada nə görürük? Burada nə görürük? 10x-in 2x buradır da, 2x buradır. 10x-in çarpazı hara olacaq? Bura 10x olacaq. Deməli, gəlir rahatı. Bunu artıraq. Əslində onu da artıra bilərik, da kiçik alır orada. Deməli, 2x-in çarpazı buradır, 2x. Buradakı 2x bucağı ilə bu bucaq çarpazdır. Burada olacaq 2x. Bəli. Sonra 4x buradırsa, bunun qonşusu olacaq 180 çıx 4x. Çünki 4x-dən bura qonşu bucaqdır. Qonşu bucağın cəmi 180 olduğu üçün qonşu bucaqdan birini tapmaq üçün 180-dən digəri çıxmaq lazımdır. 180-dən. Bura olacaq 180 çıx 4x. Bax, buradakı bu bucaq. 180 çıx 4x. Deməli, burada nə olacaq? 180 çıx 10x. 180 çıx 10x. Üçünün cəmi üst bucaqdır. 180 deməlidir. Üçü deyəndə nələr var burada? 180 çıx 10x üstə gəl 2x üstə gəl 180 çıx 4x. Bərabər olmalıdır 180-da. Bucağın bucağlanca 180 deməli. Bu 180-in biri ilə 180-in bu biri gedir. Deməli, nə qalır burada? 180. Sonra mənfi 10x üstə gəl 2x. Nə qədər eləyir? Mənfi 10x üstə gəl 2x, mənfi 8x. Bir də çıx 4x, mənfi 12x. Sağda 0 qalır. Mənfi 12x də sağa atıram, olur müsbət 12x. X-də tapmaq üçün 180-i 12-yə bölmək lazımdır. O da eləcək 15. X oldu 15. A variantı. Belə bu formada işləyirik. Gəldi 73-cü sual. 73-cü sualda biz nə etməliyik? Bizə A, B paraleldir bir-birinə, x-i tapın. Yenə burada artırma da edə bilərsiniz. Hə, 26x ümumidir. Fikir versəz. 26x ümumidir. 10x-in qarşısını yazırsan 10x, qarşı bucağı. Və 10x təzədən çarpazı bura olur burada 10x. İndi bax sonu 26x bu ümumidir bura. Ümumi deyəndə bu hissə 26x-dir. Burada oldu 10x. Cəm bir yerdə nə qədər olacaq? 360 dərəcə olacaq tam bir yerdə. Tam bucaq. 36x oldu onda 26x buradan bura, 10x də buradan bura. Olur 36x bərabərdir 360-a. X də bərabərdir 10. X də oldu 10, A var yanında. Gəldi növbəti 74-cü sualımıza. Hərdən videolarını ona görə tez-tez videoya baxmağa məcburam. Deməli, 74-cü sualımız. 74-cü sualda yenə artırma işinə baxacağıq. Deməli, burada görürsən D1 D2 paralel veribsə, bunu uzat gəlsin belə. Bunu da apar. Rahat olsun buralar. Hə, bir də ya aşağıdan gedəni aparacaqsan, ya yuxarıdan gələni aşağı gətirəcəksən. Mənə bu rahatdır, bunu endirdən, düz gətirməlisən. Yoxsa bunu ürəyin istəyən tərəfə aparmalı deyilsən. Bunu durub belə əyməklə, belə aparmaq düzgün deyil. Gəldiyi istiqamətdə aparmalısan, yoxsa düz alınmayacaq. Gəldiyi istiqamət haradır? Məsələn, bu belə gəlir, bu düz xət. Necə gəlirsə, davamı da elə getməli, formada gəlməli. İndi burada 130-un qonşusu 50, 100-ün də qonşusu 80. 50, 80 nə qədər? 130, üç bucağın bu bucağı nə qədər olacaq? 50 dərəcə. 50-nin də çarpazı ilə x-dir da. Bura. Ona görə x olur elə. 50. 75-ci sual. Deməli. 75-də bizə nə verir? Belə bir şəkildir. Burada deyir ki, verilənə görə y-i tapın, verilənlərə görə y-i tapın. Deməli, bunlar qarşı bucaqlar olduğu üçün bir-birinə bərabər olmalı. Hansılar? Yuxarıdakı bucaq, aşağıdakı qarşı bucaqlar. Yəni, x topla 10 topla alfa bərabər olmalıdır. 2x topla alfa. 2x topla alfa. Çünki qarşı bucaqlar, alfalar buradan gedir. Yəni, gedir deyəndə alfa çıxarda 0 verir, yeni ifadələrdir.
Buradan da x topla 10 bərabər 1, 2x-dən. 2x-dən də 1x çıxırsan, sağda qalar 1x, solda artı x gedir, x də olur 10 cm. X də olur 10. Hə, x-i tapdıq 10. X 10'dur. Bizə amma y istəyir. X 10'sa deməli 2 vurun bura nə qədər edəcək? 20 edəcək. 20 edəcək. Deməli burada 10 toplum, burada 20'dir. 20'dir. Bizə nə istəyir? Y istəyir. İndi y tapaq. Y ilə də bunlar qonşudurlar. Y ilə də bunlar qonşudur. Və yaxud da belə baxa bilərsən də. Gəlin fərqli rəng seçin ki, rahat görünsün. Qırmızı ilə buradan da xəttə fikir verirsəz əgər siz. Bax. Qırmızının bu üstü açıq bucaqdır. Yəni 180 olmalıdır. Yəni bu hissəsi. Fikirsən. Bu 180 olmalıdır. 20, 20, bu da y də buradadır da. 20, 20, 40 eləyir. Onda y nə qədər qalır? 140 qalır da. Çünki cəm 180 olmalıdır da. Bura ümumi 180 olmalıdır. Bura 20'dir. Burada 20'dir. 20 tapır. 20, 20, 40. Burada nə qədər olacaq? Y bizdə 140. Belə. Davam edirik. Neçənci sualına? 76-cı sual. Deməli. 76. Deməli, A ilə B paralel x-i tap. Tapaq. A ilə B paraleldir. X-i tap. Deməli, burada uzatmaya ehtiyac var. A ilə B paraleldir. Yəni, bu bax görürsən, bunu ümumiyyətlə belə gətirirsən. Bunu da belə davam elətdirirsən. Heç bir şey daha ehtiyac yoxdur. Davam elətdir. İndi 95'in qarşısı olur 95. Bura olur 95 dərəcə. Bura 25'dirsə, bura ilə bura uyğun bucaqlardır. Çünki bununla bu paraleldir. A ilə B paraleldir, uyğun bucaqlardır. Burada olur 25. Şimdi buradakı üç bucağa fikir versəz, buradakı üç bucağa baxsınız. Bucaqların cəmi 180 eləməlidir. 25 ilə 95, 50, 120, x nə qədər olacaq onda 60 dərəcə. Çünki üç bucağların cəmi 180 olmalıdır. Davam edirik 77-ci sualına. AB parçası 1, 2, 3 nisbətində bölünmüşdür. Birinci və üçüncü hissələrin orta arasındakı məsafə 32. Yəni deməli AB parçası çəkməliyik. AB parçası 1, 2, 3 nisbətində. Bu 1 nisbət olsun, bu 2 nisbət olsun və 3 nisbət olsun. Yəni 1K, belə deyək də, 1K, 2K və da 3K olsun uzunluqları nisbətə uyğun yazdım. Birinci ilə üçüncünün ortaları arasındakı məsafə. Yazaq, ortanı fərqli rəngə. Birincinin ortası bu, bir də üçüncünün ortası, üçüncü hissələrin ortaları. Belə. Bunların arasındakı məsafə, bax bu məsafə 32'dir. İndi bu K idi. Ortası deyəndə yarı bölünəcək. Nə qədər olacaq? K bölü 2. Burada həmçinin K bölü 2. Bu da 3K idi. Ortası olacaq nə? 3K bölü 2. 3K'nın yarısı nədir? 1/5K. Burada nə qədər olacaq? 1/5K. Belə. İndi bura 32'dir ortası. 32'yə nə bərabər 32'yə? 0/5K, 1/5K, bir də 2K. Toplayana nə qədər edir? 0/5 topla 1/5, 2K, bu da 2K. 4K nə bərabər olmalıdır? 32'yə. K da olur nə? 8. K da olur 8. K'nın 8 tapdı. Bizə parçanın uzunluğunu istəyir. Parçanın uzunluğu neçə K idi? 1K, 2K, 3K. Cəm nə qədər elədi? 6K. 6 da 8'ə vuracaqsın, eləyəcək 48. Belə. 8-dəki E variantı. Gəldik 78-ci sualımıza.